با توجه به سفارشات مولای متقیان و به هر حال özləri معصوم idilər و اینها عملا bu اقدام elədilər. Yəni cevr و zulm و sitem zulm ilə rudərru oldular, mübarizə elədilər və zulmün mübarizə yolunda da şəhadətə nail oldular. Bəd Cəlib buradadır. Xanım Zeynəb-i Kubra əleyhissalam ki, bəd az vaqiyi Kərbəla gəlir Şamə və Yazid ibn Muaviyyət ibn Əbi Sufyan ki, zalimlərdən və qan tükənlərdən biri o idi və Kərbəladan qanlar tökdü, başlar kəsdi. Bunun yanında xanım gəlir istidlal edir buna ki, fikr eləməyəsən Allah zalimə doğru verib, meydan verib buna xatir ki, vaqəən onu çox istəyir və bizlər şəhid olmuşuq, biz vaqəən belə o cür bu cür. Bəd bu ayəni istimsak eləyir ki, və la təhsəbənnəllah qafilən əmmə yəməluzzalimun innəmə yuəxxiruhum liyevmin təşxəsu fihil əbsar. Yazid belə xiyal eləmə ki, vaqəən zalimlər o işlər görürlər, Allah ondan qafildir, meydan verir. Bunları salır təxirə ta o günə kimin ki də gözlər hərəkətdən düşələr. Buna bənaən əmələn ovliya osiya iqdam edirdilər və zulmlə və zalimlə cəng edirdilər ta imruza ki bizlərə növbət yetişibdir. Ələn bu cinayətlərin bərabərində hər hansı əlimizdən gəlir, mali, cani, ərşəvət, məxsusən əvvəldə vəhdəti kəlmə. Bunlar əvvəldə gəldilər, müsəlmanlar arasında nifaq saldılar, bəhəm töhdülər, ərşəvət, daiş o qeyrisini saldılar müsəlmanların canına. Bunlar hamısı tərhis, istimar pir və İngiliz idi ki, bunları əlan müsəlmanların başın qatıb özlərinə daiş o qeyri daişin bərnaməsi ilə və o cür cinayətlərə mürtəkib olur. Biz gərək ittihad-ı vəhdəti müsəlmanlar arasında ki, Əmir-i Möminən əleyhissalam da sifariş eləyib, vaqəən hifz eləyək. Bu qədəm əvvəldir vəhdət kəlməni və qol-i İmam-ı Rahil ki, Rizvanullah aleyh buyurdular, əgər müsəlmanlar hamısı bir ola, بیش از 1 milyardının cəmiyyət-i cahani muslimindir. Əgər hər biri bir tuf atab, bir seyl olar ki, İsraili seyl aparar. Odur ki, gərək biz bahəm olaq bu əvvəli.